maddi durumun necə olacaq? 3 variant. Birinci variant. Çox yaxşı. Əgər nəsə planlayırsınız, nəsə iş gözləyirsinizsə, mütləq alınacaq. Əgər artıq hansısa bir işə başlamısınızsa, vəbşi super güclü gəlirlər, özünüz sərbəst, yəni heç kəsdən asılı olmadan hər şey çox yaxşı olacaq maddi cəhətdən. İkinci variant. Çox işləyirsiniz, çox və razı deyilsiniz. Hal-hazırda necəsinizsə, məncə siz biraz işləməyə davam edin. Çünki sadəcə burada heç bir maddi gəlir görünmür. Ola bilər ki, siz çox işləyirsiniz və çox yorulursunuz. Amma gəliriniz bir o qədər deyil. Ondan bağlı belə çıxmışdı. Bir kartla uzun məlumat vermək olmur, amma çox çalışmaq görünür. Yəni, nə pozitiv, nə negativ. Üçüncü variant. Bəli, yaxşı olacaq, həm də sizə elə bil ki, nəsə bir gizli qaynaqdan pul gələcək. Ola bilər ki, sizin həm dövlət işiniz var, həm də əlavə başqa bir işlə də məşğul olursunuz. Yaxşı pul gələcək sizə.